Allahın ən uca məqamındadılar. Yəni ki, şəhidlik məqamı ən uca məqamdır. Ora hər insan ucala bilmir. Allah necə öz sevimli bəndələrinin yanına birinci apardığı kimi, şəhidlərimiz də həmən məqamdadılar. Onların biz həmişə ruhlarını ehtiramla anmalıyıq. Adlarını ehtiramla anmalıyıq. Onların hesabına məğlub xalqdan qalib xalqa çevrilmişik. Məğlub ordudan qalib orduya çevrilmişik. Analogu olmayan və yeni müasir silahlarla təchiz olunmuş bir ordunun əsgərləri olan həmin oğlanlarımız 300 illik, nəinki 30 illik, 300 illik həsrətində olduğumuz torpaqları bizə qaytardılar. Biz Hadrut adı gələndə bilmirik ki, Hadrut harada yerləşib. Artıq Hadrut adında Zəngəzur torpaqları. Allah onların hamısına rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Oğlanın 28-8-ci ay 74 anadan olub, 94-də. Allah rəhmət eləsin. Əskər Ağaverdiyev Cəmil Nurulluoğlunun bu günləri anadan olduğu gündür. 28-i avqust 1974-cü ildə anadan olub. 24 aprel 1994-cü ildə 20 yaşında itkin düşüb. Şəhiddir, rəsmi qaydada elan olunub ki, onlar şəhiddir. Allah rəhmət eləsin. Bizim adımızdan onun valideynlərinə kənddə, evdə başsağlığı verirsən, onu sizə həvalə edirik. Allah rəhmət eləsin. Yəqin yolları uzaqdır, gələ bilməyiblər. Bəlkə də valideynlər rəhmətə gedib hər ikisi. Hər ikisi rəhmətə gedib. Bacısı, qardaşı, yaxınları var. Allah səbir versin. Allah bizə də səbir versin ki, bu qədər şəhidlərimiz var. Biz onları yaddan çıxarmamalıyıq. Hər an onları almalıyıq ki, biz onların hesabına bugün dünyaya düz baxırıq. Alnı açıq, üzə baxırıq. Və bu işdə möhtərəm prezidentimiz Cənab İlham Əliyevin də xüsusi zəhməti, əməyi var. Allah cənab prezidentimizə can sağlığı versin. Allah onu və ailəsini qorusun. Allah hər bir Azərbaycan vətəndaşının başı üzərində olsun. Sizə də can sağlığı arzu edirəm ki, zəhmət çəkib bura gəlibsiniz. Biz Könüllü İctimai Nəzarət Təşkilatı olaraq Respublikamızın daxilində möhtərəm prezidentimizin çağırışına